başa düşmür. Siz qaynana evlənirsə, onda toyxanada gəlin yan-yana qaynana ilə gəlin otursun da. Yəni bəylə gəlin niyə oturur ki? Əgər qaynanaya gedirsə baxmağa, ona xidmət eləməyə. Yəni absurd bir məsələdir. Aydındır, evdə ağbirçək, ağsaqqala hörmətlə yanaşmaq lazımdır və bu hörmət qarşılıqlı olmalıdır. Onlardan böyüklük görmək lazımdır. Bu günlərim qaynanalar var. Mənim öz deməli bugünə qədər mesaj yazırlar Elmin, amma mən özüm yaxınlarda çox yaxın adamın timsalında bunu eşitdim ki, qaynana ilə qız nişanlanıb təzə oğluyla. Oğlan qayıdıb deyir ki, sən qazandığını deməli kartını aparıb verəcəksən anama, maaş kartını. Yəni deyir, mənim anam məni oxudub, atam məni geyindirib, yola salıb və s. bütün bunları. Mən bugün ali təhsilə, savada yönəlmişəm. Məni işlə təminatımda mənim valideynlərim kömək eləyib. Mən indi qazancımı aparıb sənin anana kartına verəcəm. Bugün absurd, bax belə oğullar var ki, telefon qızları körrəyib, telefon zat körrəməyib. Qızlardan çox şey tələb eləyəndə o qızlara çox şeydə cavabında əvəzində verməyi bacarmaq lazımdır.